Sənlər gecə... Sabahın xeyr, Davud. Sabahın xeyr, Murad. Xeyr ola, nə tezdən durmuşsan? Bir işmiş olmayıb ki. Yox, əşi, işə gedirəm. Bəs oxumurdun? Məktəbi qutardım da, indi də işləyirəm. Harada? Tikintidə fəhlə. Nə? Fəhlə? Və necə yəni fəhlə? Sənin canı vacan. Məktəbi qutardın ki, ha, fəhlə işləyəsən. Sən öləsən, ağabala canı, üst sinif qutarmışam. Aday, vış şofer işləyirəm. Belədir də. Bəs instituta girmədin? Girə bilmədim. Bravo, Murad, dayan, Nədir? Dayan. Bravo, Murad. Hə. Axı, sənə bir işim düşür. Nə işdir ki? Ərzə yaza bilirsən. Yazıram, ancaq indi işə tələsirəm. Rüstəm gözləyir. Deyən görə Rüstəm gözlür, qoy gözləsin. Bura bax, sən mənim üçün ərzə yaz. Mən də bax, 2 manat verim sənə. Ver də. Dayan, işləyə dəymə. Ala, min maşına get də. Sən sözündür, necə lazımdır, mən özüm yazaram. Əziz rayon sovetinin sədrinə. Yaz ki... Bu andıra qalmış pilləkənin ucundan... Həyətdə yaşama mümkündür. Yavaş da. Uşaqlarımız hər ora çıxanda yıxılıb ölürlər. Dayan. Davud, sənin axı uşağın yoxdur. Necə yəni yoxdur? Əgər uşaqlarım yoxdursa, bəs alimenti məndən nə üçün çıxırlar? Davud, bunlar axı burada olmurlar. Nə olsun ki olmurlar? Bura bax, sən elə uşaqsan, mən qayda qanunu yaxşı bilirəm. Onlara ispravka lazımdır. İspravka var, deməli uşaqlar da var. İnanmayan da lap atasına ləm. Yaxşı. Bəlkə yazaq ki, uşaqlar piləkəndən yıxılıb əzilirlər. Yox, ölürlər yaxşıdır. Qoy gəlib bir əncam çəksinlər. Ada bu piləkəni də burada rədd eləsinlər də. Yaxşı, nə deyirəm ki, özün bilərsən. Davud, sən hansı piləkəni götürmək istəyirsən? Ada ayrısı var ki, bunu deyirəm də. Bəs sonra xala hardan düşəcək? Qoca arvaddır, ildə bir dəfə aşağı düşür. Qoy o buru tərəfdən düşsün. Yox, Davud. Bax, bu olmadı. Mən belə ərzəni yaza bilmərəm. Necə yazmırsan? Yox. İki manatı bəri ötür. Qulaq as da, Davud. Sən ki, qayda qanunu yaxşı bilirsən. O 2 manatı mənə niyə vermişdin? Mən işə gecikməyim, düzdür? Düzdür. Ya, ağabala sən, bu olmaz ki ya. Şu vaxtımı itirmişəm deməli, pul da mənimdir. Yavaş, 2 manatı bəri ver görün. Sənə deyirəm sənə. Qaçma, bırak məni. Bırak sənə deyirəm. Deyirəm mənim 2 manatımı versin. Ay Davud, uşaq zat deyirsən ki. Bilirsən ki, Muraddan pul almaq çətin işdir də. Arxayın ol, maaş alanda mən səni qaytararam. Bura bax, qədəş. Verəcəksən ha. Yoxsa onun qol qabırqasını sındıraram. Gör kimə baş qoşursan, nə işin var sənin bununla? Mən neyim? Baxmaram ki, 10-cu sinifi qutarıb. Buna bax, mənə nömrə gəlir. Əlinə keçsən səni yaman əzişdirəcək ya. Əgər sən yaxın dostunu müdafiə etməyi bacarmırsansa, onda bir qəpiyə də dəyməzsən. O səni tutanda mən yanında olmayacağım axı. Narahat olma, Davudla mən özüm bacarıram. Mənə bax. Dünəndən bəri yadımdan çıxır səndən soruşum. Niyə sən razı olmadın ki, məni tabelçi vəzifəsinə təyin eləsinlər? Hörməti hörmət, pul da ki pul. Sən harada istəyirsən işləyə bilərsən. Tabelçi, uşaq bağçasında müəllim. Amma Allah xatirinə, mən işlədiyim tikintidə işləmə. Har istəyirsən səni düzəldə bilərəm. Bax, bu dəqiqə fikirləş, özün həll elə. Tikinti. Elə bil babasının tikintisidir.